Salavat zikri odun üstüne su tökərsən necə sönərsə günahlar elə söndürür. Salavat Əhl-i Beytin yad edilməsidir. Peyğəmbər buyurur: "Mən səlla aleyyə mərrətən ləm yəbqa min zunubihi zərrətən." Deyir, kim bir dəfə mənə salavat desə, günahından zərrə də qalmaz. Hamısı yular bir salavata. Fikrin gücünə bax. Fikrin getdisə uca adama, sən artıq qopursan dünyadan və dünyanın sənin ruhuna vurduğu ləkələr avtomatik təmizlənir, tökülür yerə. Bir zikrin, bir salavatın təsiridir bu. Kim Peyğəmbərə deyib, Əhl-i Beytinə bir salavat göndərsə, Allah ona 1000 salavat göndərər və 1000 mələyin vasitəsilə. Və deyir, o Allah Peyğəmbərə salavat göndərəndə varlıq aləmində onun özünə salam göndərməyə heç nə qalmır.